Digər sualımızdan tanış olaq. Hansı fikirlər doğrudur? Bir neçə, bir sıra, bir çox sözləri həm zərf, həm də say kimi işlənə bilir. Xeyr, say kimi işlənər. Elə, yəni, ancaq, hətta sözləri müxtəlif qrammatik məna ifadə edə bilir. Bəli, doğrudur. Elə, yəni, ancaq, hətta ədət olar. Elə əvəzlik olar. Yəni, ancaq, hətta bağlayıcı olar. Doğrudur. Otaq bumbuz idi cümləsinin xəbəri adi dərəcədə olan sifətlə ifadə olunub. Bumbuz, bəli, buz isimdir. Yadda saxlayaq ki, sifətin dərəcə əlamətini əmələ gətirən şəkilçidir, sözdür, hissəcikdir. Sifəti artırılmalıdır ki, dərəcə bildirsin. Buz isim olduğuna görə adi dərəcədədir. Doğrudur. Günel tez qocaldı cümləsində tərz hərəkət zərfi işlənib. Xeyr. Tez burada vaxtından əvvəl mənasını ifadə edir, yəni zaman anlayışı bildirir. Abırlı, həyasız sözləri antonim sifətlərdir. Bəli, kökləri fərqləndiyinə görə antonim sifət hesab edə bilərik. Doğrudur. Şəkilçi olsa da bəzən müəllimlər burada qarışdırır. Düşünür ki, şəkilçi var, sözün kökü eynidirsə antonim götürə bilmərik. Məsələn, duzlu, duzsuz. Bu zaman antonim hesab edə bilmərik. Amma sözün kökü fərqli olduğuna görə, bəli, antonim sifətlər hesab edə bilərik. Doğru cavabımız olacaq C variantı 2, 3, 5.